Formula 1-də könüllülük barədə sualları cavablayıram 3-cü hissə. 4-cü sual hansı saatlarda işləyəcəyi və yemək və yaxud da pul verilirmi? Könüllülərə heç bir ödəniş edilmir. Mən könüllü olduğum il sadəcə yol pulunu qarşılamaq üçün bizə Bakı kartlar verilirdi. Yəqin ki, bu illərdə də olar. İş rejimi 2 tip olur: səhər və günorta. Bunu qeydiyyat zamanı özünüz seçirsiniz. Səhər rejimi seçənlər səhər 9-dan 2-yə qədər, günorta seçənlər isə 2-dən 6-ya qədər işləyirlər. Bundan sonra sizin iş rejiminizə uyğun gün ərzində 1 və yaxud da 2 dəfə yemək verilir. Sonuncu sualımız isə universitet və məktəbdə oxuyanlarla bağlıdır. Nəzərinizə çatdırım ki, bu il Formula 1 24-26 sentyabr tarixlərində olacaq və siz cəmi 4 gün könüllü olacaqsınız. 4, 5, şənbə və bazar günləri. Şənbə və bazar onsuz da universitet və məktəblərdə dərs yoxdur. Yerdə qalır 2 gün və sentyabrın sonu olduğundan yarış bu vaxtlar demək olar ki, heç yerdə jurnallar hazır olmur və müəllimlər qayıb yazmırlar. Əslində belə deyilir ki, Formula 1 rəsmi məktub göndərir universitetlərə ki, orada könüllü olanlara qayıb yazılmasın. Amma cəmi 2 qayba görə belə bir yarışı qaçırmaq məncə mənasızdır. O 2 qayba görə imtahandan kəsiləcəyinizi fikirləşirsinizsə ya dərslərdə geri qalacağınızı fikirləşirsinizsə, oxumasanız ondan yaxşıdır. Hər hansı bir sualınız varsa şərhlərdə yazın və yeniliklər üçün səhifəmi izləməyi unutmayın.